53-cü mətndən davam edirik. Yenə də bizdən doğru fikir istəyir. Mahatma Gandhinin qatara tələsərkən ayağındakı belə deyək də şapşap deyə ayaqqabını düşürməsi ilə bağlı bir məlumat vardı burada. Və o düşərkən görür ki, mənim ayaqqabım düşüb və neynir? Digərini də atır ki, əgər mənə lazım deyilsə, bəlkə başqası iki tayını eyni vaxtda tapıb istifadə eləyər. Burada bizə doğru fikirlər verir. Deyir ki, insanların faydası üçün hər kəs öz əlindəkiləri fəda etməyə bacarmalıdır. Burada hər kəs əlindəkini fəda etməyə bacarmalıdır fikir yoxdur. Mahatma Gandhi'də daha onsuz da biri gedib qoy onsuz da mənə lazım deyil deyə digərini atırdı. Yəni bu fikir mətndə uyğun deyil. Şəxsi düşüncə məhsulu olan fikrin qarşı tərəfdəki təsdiqi özəki tapmışdır. Mahatma Gandhi'ni dinləyən dostları bu fikri nə bildirdilər? Verilməyib bizə. Gandhi'nin dostlarının ondan sonra qatara mindiyini mətnin məzmununda təxmin etmək olur. Xeyr, verilməyib ki, onlar birinci mindilər, yoxsa Gandhi birinci mindi, verilməyib. Daxili şəxsiyyətlərin bəzi davranışları özünü təsdiqə naminə atılmış aldadıcı addımdır. Yəni, bu da yoxdur mətndə. Yəni, Mahatma Gandhi deməsidir ki, yəni, özün yaxşı göstərmək üçün belə bir addım atdı. Əslində, yəni, daxili mənəviyyatı bu deyildi. Bu fikir də mətndə göstərilməyib. Amma bəzən əlimizdə olanlar bizim üçün faydasız olsa da, ondan əl çəkmək kiməsə fayda verə bilər. Bəli, bu mətndə var idi. Mahatma Gandhi gördü ki, mənim onsuz da ayaqqabım bir tayı düşüb, qoy neyniyim, o birisi tayında atım ki, tapan adam ikisini eyni vaxtda tapsın. Mənim üçün faydasız olan şeyi qarşı tərəf üçün faydalı elədi. Ona görə də burada Y variantı olacaq bizim